Salam hörmətli valideynlər. Bugünkü mövzumuz maraqlı bir mövzudur. Valideynlərin ən çox verdiyi suallardan biridir. Uşağım niyə sözü təkrarlamır? Sanki eşidir, amma reaksiya vermir. Hörmətli valideyn, çox vaxt bu nitqin yox, ünsiyyətin problemidir. Autizmli uşaqlar bir sözü təkrarlamaq üçün ən azı 3 bacarığa sahib olmalıdır. Bunun birincisi diqqətdir. Yəni qarşısındakı insana fokuslana bilməsidir. İkincisi anlamadır. Dediyinin mənasını qavramaqdır. Üçüncü sosial motivasiyadır. Təkrar etsəm nə qazanacam? Bu üçündən biri çalışmadıqda uşaq sözü təkrarlamır. Bu dəyişən prosesdir, amma bir gündə yox. Doğru metodlarla dəyişmək mümkündür. Burada göz kontaktı oyunlarından istifadə edirik. İkinci mərhələdə bir addımlıq təlimlərdən, modelləşmədən, motivasiya ilə söz istəyinin yaradılması metodlarından istifadə edərək dəyişmək mümkündür. Unutmayın, təkrar etmələr, təkrarlar sadəcə nitqin hissəsi deyil, beyin əlaqələrinin qurulmasıdır. Doğru yönləndirmə ilə uşaq bunu öyrənir. Siz tək deyilsiniz, Dimmed Uşaq İnkişaf Mərkəzində bu yolun nəticəsi var. Təşəkkür edirəm. Gələn videomuzda görüşənədək.